Oktyabrın sonu, sərvət enerjisi ən güclü şəkildə bu bürclərin həyatına daxil olacaq. Pul, imkan, yeni gəlir qapıları və gözlənilməz şanslar görünəcək. Buğa, uzun müddətdir gözlədiyin maddi sabitlik qapısı açılır. Gəlirini artıracaq yeni bir təklif və ya əməkdaşlıq ola bilər. Məsləhət, pulunu ağıllı idarə et, qəfil xərclərdən uzaq dur. Əqrəb, oktyabrın son günlərində sərvət enerjisi səni güclü şəkildə cəlb edəcək. Uğurlu alış-satış, irəli çəkilmə və maliyyə qazancları mümkündür. Məsləhət, özünü gizlətmə bacarığını göstər. Oğlaq, ulduzlar səni yeni gəlir mənbələri ilə mükafatlandıracaq. Əmək və səbirlə qazandığın hər şey sanki indi meyvəsini verir. Məsləhət, qətiyyətli ol, fürsətləri əldən vermə. Şir, maddi baxımdan dönüş nöqtəsi yaxınlaşır. Kiçik bir uğur böyük gəlirlərin başlanğıcı ola bilər. Məsləhət, yeni iş və ya layihələrə açıq ol, qorxma. Oxatan, taleyin sənin xeyrinə işlədiyi dövrdəsən. Qismət, bəxt və gözlənilməz gəlir formaları səni sevindirəcək. Məsləhət, optimist qal, inan, cəlbedici enerjin hər şeyi dəyişəcək. Bu 5 bürc üçün oktyabrın sonu sərvət və maliyyə yüksəlişi dövrüdür.